Mən heç beləyim. Canlıları da retk qaldırıram bir adamam. O şəkilləri paylaşan sizsiniz. Bütün hamısında. Mənəm. O şəkilləri paylaşan mənəm. Astur Construction. Doğrudan o sizsiz? İndi hal-hazırda da bu da kim? Sizsə bir dənə üzünüzü göstərə bilərsiniz. Göstərə bilərəm. Bir dəqiqəlik göstərin, bir görsünlər ki, mənim sizlə heç bir əlaqəm yoxdur. Bu necə açım? Orada kamera var, üstünə basın. Bir dəqiqə. Yazıq gedə zibilə düşüb. Bir dəqiqə. Görsənirəm indi. Yox, kameranın üstünə basın bir dənə. Bir saniyə. Bəs necə bilək siz olsunuz? Bizdə saniyə maşın sürürəm, bir dənə saxlayayım. Görüm də necə elə bilirəm. Ha, bir dənə qoşul, nə yaxşı qoşuldunuz siz Allah. Day mənim mazigimi xarab eləyiblər. Yazığı biabır eləyiblər, özdə iş güc adamı. Yazıq oğlan, şərə düşüb, hə, sizsiz. Sizin şəkillərinizi məni biabır eləyiblər, etmirlər bir yerdə. Ay qardaş. Axşamınız xeyir. Axşamınız xeyir. Sizi məndən bir yerdə siz Allah üçün mən sizi Quran and olsun bir mən hörmətli bir adamıyam. Yəqin burada onun hamısı adam. Axşamınız xeyir. Valla mən beləyim də, mən sizi beləyim də TikTok vasitəsindən tanımışam. Mən ümumiyyətlə canlılara girən bir adam deyiləm. Yəni yəqin setim yoxdur, yəqin setdəndir, ola bilər setdəndir, nədirsə bilmirəm. Aha. Bütün xahiş edirəm, bir də cəmaata bildirin ki, mən sizi ümumiyyətlə tanımıram. O sizə dəstək olan əşrəf kimsə, vallahi bildirirəm, ay qardaş. Tanımıram. O, siz şikayət edə bilərsiniz, yəni, özünüz də iş adamısınız. Bilmirəm necə şikayət edeyim, nə dur edeyim. Həmin adamın özünə də siviyada çıxıram. Deyirəm o, mən deyiləm o adam, səhv salırsınız siz. Ona görə mən bütün gün 2-3 mən də valla, ay qardaş, Quran haqqı bütün günü canlıda deyirəm ki, mən o adamı tanıdım, yapışıblar elə eşref budu. Yazıq axır gəlib bura. Narahat olmayın. Oldu, mən canımı bağlayıram, sağ olun. Oldu, sağ olun qardaş. Yazıq kişi, az bezib həyatdan. O necə bağlı? Boyvi yerə soxum, ay zibər. Soxum boyvi yerə. Bədbaxt solub saralıb, ay qız. Şərə düşüb, Quran. Allah hamını şərdən qorusun.